bu. Biz birazdan çıxacağıq yola. Səhər yeməyi üçün marketə düşdük. Şöyle buradadır. İlk edəcəyimiz yer mandarin bağıdır. Yığmana getdik. Bəli, gedirik mandarin yığmağa. Hava çok zordu. İnşonun soyuğu, əllərimin donması, üzümün donması hissi yoxdur. Gözümü qamaşdım. Soyuqluq yoxdur deyə çox gözəl hiss eləyirəm. Yerdən yığırıq. Qoxusu çox qəşəngdir. İyi çox qəşəngdir. Uşaq vaxt yediyimiz mandarinlərin dadı gəlir. Qoxusu gəlir bu arada. Dadına da baxacağıq. Dadlıdır. Çox qəşəngdir. O bilərdən iyrənmiş dadı gəlir. Bu çox qəşəngdir. Uşaqlar çox qəşəng dadı. Oh, very delicious. Oh my god. Mən dərsdən qaçan uşağım hazırda. Bakü. Səsləyin. Abbas Bağırov gəlir ki, bizə bu mahnını qoyurlar. Ya. Gəlim. Ay, 2 dəqiqə ya. Kimə? Deyirəm, bu ərazilər nəsə boşluqdur, buralar dəyərləndirmək. Kartof. Kartof zat, hə, ay sağ ol, düz deyirsən. Yox, düzünə Samir əminin Bozlar. biznesi zeytun. Zeytun bax eləmə lazımdır. Bura böyük ehtimal subtropikdir ki, burada mandarin və banan yetişir. Limon. Limon olar. Limon olar, hə. Ananas. Ananas qəşəng. Görürsünüz, düşündükcə adam tap. Onda biz Greyfurt çıxsa çox gözəl. Greyfurt oxşur bu arada. Qırmızı çalır içi. bilmədik meşədə bir daha xiyal adıyla şey yeriz o zəhərlə. Tapdıq, görək nədir? Yeyib dadına baxaq. Böyük han. Ya caz, ya rezil. Oy dədə. Deyəsən yetişməyib bu. Yirəm. Greyfurt deyil. Amma çiğdir. Yəni Gəl bura Nilüfer, sən bunu yeyəsən. Bura gəl. Sənin marağımın ucubasından düşdük. görürsün mən neyim? Sən də həvəsliydin. Yetişmir, bərkdir. Çox at onu zəhərə belə. Kulaq suyudu bala. Biz buradan çıxaraq. Burasında mandarin bağçasına gəlmişdik. Amma mandarinə başqa hər şey gördük. Mandarinləri dərmişdilər. Amma başqa mandarin bağçalarında gedəcəyik. Sabah ya o birisi gün. Mandarindən başqa kamelya bağçasını gördük. Və heyvanlar gördük. İki mandarinlə buranı tərk edirik. Gedirik çayımıza inə. Nənəmə çay aldım. Çay ümid edirəm ki, yaxşı olar. Layında qaydanda nənəmə verəcəm. Salam, mən Jalə. Mən də Oslobdan bunu almışam. Arxamdakı yeri Legos. Herkese salam. Bugünlerim bizimle Cəcu Adasının First Lady'si bizimle ve mən Koreya ve Azerbaycan arasında elçi, yani səfir ve bizimle Koreya Respublikasının Kənd Təsərrüfat Naziri Nilüfer Bayramlı. Enayi xanıma geleyim. Xahiş edirəm o. Ve biz burada bugünlerim yığışmışıq ki, matcha çaylarını Azerbaycana import edək. Bəli, toxumları şəxsən özüm Lənkərandan Koreyanın Cəcu Adasına gəmi ilə gətiririrəm. Ve bütün qidamızın təhlükəsizliyini və hər şeyin qayda, plantasiyası, daşınması və hər şeyini biz təmin edəcəyik. Yəni Koreya Kənd Təsərrüfatı Nazirliyi. Şəkil çəkdim. Çəkilin. Yanın, gülümsəyin. Gülümsəyin xahiş edirəm xanım. Rəsmi poz verin.
Siz Elçi xanım dediniz ki maçanı bəs nə siz Elçisi xanım. Səfir. Bizim first lady dedi ki toxumları Lənkərandan özüm gətirdirirəm. İndi siz maçanı Koreyadan Əslində burada əsas nöqtə Jeju'nun torpaqlarıdır. Bir Teşekkür dənə ederim. açıqlama eləmək istəyirəm ki, mən Nurey xanıma 5 sot torpaq verirəm. təbrik edirəm. Deyil, yəni. Raxam. Hoş bulduk, hoş bulduk. Hoş geldiniz. Dərdə mənim atam, anam, babam, nəslim burada böyükdür. Qoyan. Hər şeyim burada olub mənim. Bizim həmişədən çay plantasiyamız olub, özdə matça çayı. Mən də söz verirəm ki, bu 5 sot torpağın 5-nə də matça çayı. Kənd təsərrüfatı naziri kömək edəcək ona. Maraq Samira xanım, icazənizlə reklam arası kimi biraz sizə həqiqi məlumatlar vermək istəyirəm. Aha. Matcha çayı haqqında məlumat. Deməli dostlar, matcha çayı əslində yaşıl çaydan hazırlanır. Bildiyimiz yaşıl çaydan fərqi nədir? Matchanın içərisində yaşıl çayın toxumları var. Yəni bildiyiniz bu ətəkləri toz halına salırlar, matcha çayında istifadə edirlər. Ona görə yaşıl çaydan fərqi odur ki, dəmlənmir və su olmur, yaşıl rəngi olur. Bəli, matchanın içində kofein var, amma qəhvədən fərqli olaraq bu daha yüngüldür, enerji verir insana. Jeju adasının da matchası, yəni yaşıl çayı ilə məşhurdur. Son bir açıqlama ilə bu necə deyirlər, intervyunu bağlamaq istəyirəm. Jeju Azərbaycandır. Yorğunam. Hər şey çox gözəldir. Yorğunam, acam və yuxum gəlir. Amma hər şey çox gözəldir. Deməli dostlar, bugün məlumat verəcəyik bu Samdae-Bong parkı haqqında. Bu park 10 may 1974-cü ildə qurulmuşdur. Deməli parkın sahəsi 625.970 kvadrat metrdir dostlar. Bəli, 2 dənə dayanacaq var, 2 dənə tualeti var, İncəsənət muzeyi var, kitabxana var, İncəsənət mərkəzi var və meydanı var. Bir dənə translate edeyim, devam edəcəm məlumata. Bəli, Bir dəqiqə, ara verə reklamlara. Digər ərazi... One eternity later. Neyse dostlar, burada bir məlumat yox imiş. İçməli su var. Gəlin. Bulaq. Bu su çox faydalı sudur. Buranı içən fisioda getdi. Bəli, Koreyalılar ona görə uzun müddət yaşayır da. Ona görə bumbuzdur. Bir dəqiqə. Bəh. Minmir dərbədə. Mən getdim fisioda. Mən 100 il getdim qabağa. Deməli gəlmişik yemək yemək. Çox acam. Səhərdən bəri də acam deyirəm. Heç kimə qulaq asmır. Bu dəqiqə acından ölüb yıxılacam yerə. Açım ben. Sən bir şey acam. Səni anlayanla yox, sənə qulaq asanla yox. Bağışdan Nilüfer sənə səhv elədim. Allah bax. Mən anlamırsın qulaq asanla. Şayan az olduğunu yenə şeylər deyə biz umursamadıq. Burada bir balığa 25 min verdi. Nə qədər eləyir? 30 manat 27 olsun da. 12, 24 da 6. Kalkulator elə. 30 manat verir. Sizdə necədir? Bu arada məncə balıq bir boyda gəldi. Götürəm. Ümumiyyətlə çox bəyəndim bu günü. İlk günümüz gözlədiyimizdən də qəşəng oldu. Və indi biz gəlmişik evə. 40 dəqiqə vaxt qoymuşam qızlara. 40 dəqiqə paltarımızı dəyişib dincələndən sonra hamı bizə gələcək və biz çay içəcəyik və bundan da günümüz bitəcək. Bugünün başqa müsbət özəlliklərindən biri də oydu ki, bugün hava çox qəşəng idi, isti idi və çox belə mülayim, çox xoşuma gəldi. İnsanda biz donurduq mənfi dərəcələrdə. Bura gələndə bu bizim üçün çox-çox müsbət bir şey idi. Mən də gedirəm çaya hazırlaşmağa. Jeju tətilinin ikinci günündə görüşərik.